Kur'an-ı Kerim'de Allah Teala buyurur: وَقَالَ الرَّسُولُ يَا رَبِّي إِنَّ قَوْمِ اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَحْجُورًا. Sadakallahul aliyyul azim. Buyurulur ki Resulullah buyurdu: Ya Rabbi, mənim qovumum həqiqətən bu Qur'andan hicrət elədi, Qur'andan üz döndərdi. Bu bir ayədir ki, qiyamətin günündə də bu söz deyiləcək və Peyğəmbər salam həyatda olanda da bu sözü deyib və şikayət eləyib Allaha. Bu şikayət bir ayəsidir. Yəni Peyğəmbər şikayət eləyir ki, Ya Rabbi, mənim qovumum sənin göndərdiyin bu kitabı, bu Qur'andan hicrət eləyib, üz döndərib. Ne təəccüblü bir şeydir ki, Peyğəmbər şikayət eləyir. Kimdən şikayət eləyir? Peyğəmbər əleyhissalam bugün olsaydı şikayət eləməyəcəkdi. Elə o dövrə aid idi ki, Peyğəmbər əleyhissalam o dövrdə şikayət elədi. Bugün də Peyğəmbər əleyhissalam olsa bugün də şikayət eləyəcək. Özdə kimlə? Kafirdən yox, müşrikdən yox, müsəlman ümmətindən şikayət eləyəcək. Və Qur'an oxuyanlardan şikayət eləyəcək. Baxın, Qur'an-ı Kerimdə əvvəla bir ayə var. Xayrukum mən təalləməl Qur'an və əlləməhu. Bu Həzrət Peyğəmbər əleyhissalamın kəlamıdır. Sizin ən xeyirliniz o şəxslərdir ki, onlar Qur'anı öyrənib, örgədə təlim eləyə. Bu günlərim Qur'an nə vasitəsi olub? Vasitə olub Qur'an məscidlərin divarına yazılar, incəsənət əsəri kimi saxlanırlar. Qur'an nə olub? İncəsənət əsəri kimi toxunar. İndi də yeni formada maşınlar çıxıb istədiyin ayəni qəşəng şəkildə toxusun, satsın, pul qazansın. Qur'an məclisdə atası ölüb, babası ölüb, bir adət şəkli alıbdır ki, Qur'an oxunsun, heç kəs də qulaq asmasın və heç əməl də eləməsin. Ancaq yeməyin fikrindədir ki, yemək tez gəlsin. Bu günlərim Qur'an olub nəyə? Dünyada 100 dənə oyundan çıxmışıq, gəlmişik. Qur'anı əlimə alım, and içim ki, mən təmiz adamam, inan mənə filan kəs. Qur'an nə olub? Qur'an ancaq gəlir, birinə əməl eləmir ayənin, gəlib mənə deyir ki, həyatda filan çətinliklərim var, filan problemlərim var, mənə filan ayəni yazgınan, Qur'an yazgınan, xəstəliyim, filanım, dərdim, dükanımda alver yaxşı getmir, bir ayə yaz yapışdırım dükana. Nələr və nələr. Və Qur'an bu günlərim, baxın, bir dənə rəsmi şəkili qalıbdır. Əməldə isə olmuşuq qərbşünas, şərqşünas. İstədiyimiz kimi, istədiyimiz ayəni öz halımıza uyğun, yaxşı pul gəlsin, yaxşı mənə bir ad versinlər deyib tərcümə eləyirəm, istədiyim kimi ayələri sağa sola çevirirəm və avam düşüncəli insanları allatmaqla nə qədər də dünya malı yığıram, vəzifə toplayıram, çevrilib bu vasitəyə. Bugünkü gündə hətta möminlər özləri baxırsan ki, namaz qılır, amma nədir? Öz istədiyi kimi qılır. Deyir, Allah rəhimlidir, sənin nəyvə lazımdır? Namaz qılır, bildiyi kimi qılır, məscidə gəlir, istədiyi kimi gəlib gedir. Hansı ki, Qur'an məscidə gəlməyin də yollarını göstərib, namaz qılmağın da yolunu göstərib. Ticarət eləyir, istədiyi kimi eləyir. Oruç tutur, istədiyi kimi oruç tutur. Yəni, ac qalıram, mənə Qur'an deyib, gün çıxandan batana qədər oruç tutuşunan. Qur'an deməyibdir ki, ağ sap, qara sap görsənənə qədər. Bəyəm, Allah bizlə sapla yatla danışır. Hansı sap, qara sap, ağ sap?
corab toxunan saplardan danışır, ya düymə tikilən sapdan danışır. Yəni oyuncağa çeviriblər ayələri. İstədikləri kimi yozarlar, istədikləri tərəfə. Oruç tuturam, Allah mənə deyib oruç tut. Əlbəttə, İslamiyyətdə elə şeylər var ki, onlar heç də insanlar üçün çətinlik törətmək üçün gəlməyib. Necə ki, Məaz ibn Cəbəl Həzrət Peyğəmbər tərəfindən ki, göndəriləndə Həzrət ona bir kəlam buyurdu. Ey Məaz, yəssir və lə tuyəssir. İnsanlara dini, şəriəti rahat göstər, asanlığın göstər, çətinliyə salma onları. Amma indi mən acam, oruç tutmuşam, susuzam, oruç tutmuşam. Ona deyim ki, halın yoxdur ki, su iç. Bu o deməkdir. Və yaxud da ki, oruç tutmuşsan, zəhmət çəkmisən, pul qazanmısan, sənə şəriət deyir ki, yediyin haqqın ver, Allahın haqqın. Oruçluqda 3 gündür gələm, hər gün gəlir yetim, fəqir, xəstə, mənə pul ver. Bəyən mənim bankım yadım var. Gərəm mənə kimsə versin bir xümüsdən yaddan ki, mən deyəm, ala, apar. 2-3 nəfərdən, 5 nəfərdən başqa mən heç kəsdən xümüs görməmişəm. İndi kim verir, hara verir, onu da bilmirəm. Amma Qur'anın qanunu qalır bir tərəfə, öz bildiyimizi eləyirik. Keçən dəfə də mən dedim, Qur'an da buyurur, hədis də buyurur, orucu tut kinən, amma halal nemətlə orucu aç kinən. Əlvi götürdün o xurmiyə ki, ağzı aparırsan, bax gör hardan gəlib. Zalim gətirib qoyub sənin qarşıva. Zalimin bir tikə çörəyinə görə nəyə durub gedirsən kiminsə oruc aşısına? Bəs səhərdən axşama kimi niyə ac qalmışdın? Allaha görə ac qalmışsansa, Allaha görə pendirdən yətdən yer başığı saxla da. Gərək gedib zalimin yağlı xurmasını yiyəsən. Və yaxud da ki, öz çörəyi yiyirsən, bir bax gör onda yetimin haqqı var yoxsa yoxdur. İmam zaman duası oxuyursan, Allahümmə kulli vəliyyikəl hüccət ibn-i Həssən. İmam gəlsə ac qalacaq. Çünki imamın haqqı orada yiyirsən amma vermirsən. Bu orucu Quran deməyib. Şəriət qanun qoyub. وَلِلَّهِ خُمْسَهُ Xums haqqında ayə وَلِلَّهِ وَلِلرَّسُولِ və ilə-axirə. Allah üçün və Peyğəmbər üçün və ilə-axirə. Allah üçün olan İmam-ı Zamandadır, Peyğəmbər üçün olan Seyyid Malı və filan. Bu əlvə götürdüyün xurmanın haqqın verməsən sənin orucun batildir. Bunu mən demirəm ki, Qur'an deyir. Peyğəmbər də məndən şikayət edəcək ki, Allah bu ümmət Qur'anı qoydu bir tərəfə. Mən də deyəcəm, yox ya Rasulallah, mən namazda qılırdım, oruçda tuturdum, falan deyilirdim. Hələm söhbət möminlər heç cavab verə bilməyəcək, nəinki qeyri insanlar. Ki, ancaq atası öləndə çağıracaq bir dənə, Qur'an oxudacaq, gedəcək. Ondan sonra ata yaddan çıxdı. Baxırsınız da, oruc aşçıda restoran 90 manatdır bir nəfərin oruc aşçısı. Heç danışan yoxdur onunla. Toylarda 90 manatdır. Bu gətirib oruçluqda 90 manat eləyib menyu bir nəfərə. 90 manata 10 dənə insanın oruc aşçısını verərsən ki, 10 manatdan girsin orada sup da yesin, filan da eləsin. Budur müsəlmançılıq. Deməli, Qur'andan istifadə eləmək, ticarət eləmək artıq bir şəkil alıbdır. Peyğəmbər əsələm buyurur ki, bir para xurma da olsa bir möminə belə ki, orucunu açsın. Amma süfrəmdə 5 dənə yemək, yaxşı da yiyib, oruc açıram, balaları da başıma yığıram, amma fikirləşmirəm ki, mömin var ki, süfrəsində bir dənə də yemək yoxdur. Mənə 1000 nəfər dərdin deyir, əgər sizə bir nəfər deyirsə. Mən bunları olan adından deyirəm. Və indi demədiyim bir dənə cümləni deyirəm indi kimi. Və səslənirəm, deyirəm. Ay möminlər, istəyirsiniz ki, mömin az insanlara yardım eləyəsiniz. İstəyirsiniz ki, ismətli, Allahdan ötəri əziyyət çəkən, ac qalan möminələrə xidmət eləyəsiniz. İstəyirsiniz ki, onlara oruc aşdıya bir tikə bir çörək verəsiniz. Gətirin, pulunuzdan verin mənə. Heç utanmıram da, mənim də haqqımda kim nə deyir, geçsin desin.
Kim harda xümus alır, harda verir, mənə də adiyyəti yoxdur. Xümus müctehidindir və icazə verdiyi insana verilə bilər. Başqa qəbul edilməyəcəkdir. Hələ nə Qur'an buyurubdur, nə də ki, İslamda belə bir hökm yoxdur. Mən bu günlərim dediyim bu oruçluqdakı sözə qiyamətin günündə cavab verəcəyəm. Və eşidən quraqlar da sual olunacaq ki, sənə deyildi, niyə əməlləmədin? Odur ki, Qur'ana diqqət eləyək. Qur'an bizim üçün bu dünyada hər bir məsələdə agahlıq verib və ilahinin rəhmət ayı olduğunda bizlərə başa salıb ki, bu ay verdiyin 1000 qatın verərsən. 2 nəfər mənə gətirib xümus verdi ki, Ramazan ayıdır, gəlmişəm paklanmağa, ala bu 1000 manat sənin xümus pulu. Tamam. Azərbaycanda 100.000 oruç tutan var, namaz qılan var. 100.000-dən çoxdur, amma namaz qılan 100.000-dir. Çünki bunlar hamısı hesablanıb, dəqiq də bilinir ki, 100.000-ə yaxın Azərbaycanda namaz qılan var. Oruçdan indi 200.000, 300.000 çoxdur. 100.000 demirəm, 10.000 də demirəm, 1000 də demirəm. 100 nəfər xümus verən olsa, bizim bir dənə möminimiz ac qalmaz. Bax, odur ki, möminlərə səslənirəm. Bugünkü gündə heç olmasa o əvvəl günlərdə qeyd etdiyimiz kimi paklanaq, bütün vücudumuzu paklayaq Allahın dərgahına, Allahın rəhmət qonaqlığına gedək. Allahın qonaqlığına istədiyimiz kimi getməyək, bıraxmayacaqlar bizi. Allah çağırışına, Allahın iclasına, məclisinə, konferansına, hər nə deyirsən de, gedəndə oradakı qanunları əməl eləməlisən. Budur ki, Qur'an bizlərə deyir ki, ey bəndə, elə ki, Peyğəmbər səndən şikayətçi olmasın. Bunu da deyim axırıncı söz. Peyğəmbər əssalam bu cürə qalxdı ayağa, özün tutdu möminlərə. Dedi, falan kəs sən, adlar yadımdan çıxıb. Sən ikinci, sən də üçüncü, 3 nəfərə dedi, qalx ayağa. Qalxdılar, ya Rasulullah, buyur, çıxın gedin bu məsciddən. Ya Rasulullah, neynəmişik? Dedi, neyəsiz ki? Allahın sənin boynuna qoyduğu bu cəmiyyətə ki qoşulmusan, bu möminlərə ki qoşulmusan, Peyğəmbərə ki qoşulmusan, havayı deyir, mən bu loru dillə deyirəm. Xümusu vermirsən, İslam haqqını vermirsən, çıx bu namazdan, çıx keçinə. Həzrət onları məsciddən çıxartdı. Bax, bugün vəziyyətimiz budur. Odur ki, çalışaq, etdiyimiz əməlləri Qur'anla, Qur'anın əmirləri ilə itaət eləyək və onu ilə çalışaq, namazımızı da qılaq, orucumuzu da tutaq. Risaliyə də baxsan, düymə ki sənin əynində var, düymə, qırılıb düşüb yerə. Onu götürüb xümusun almamış, yəni xümusun verməmiş sapla tikib namaz qılsan, qəsbi namaz qılmısan, qəsbi əynində şey var. Qusul eləməyə getmirsən ki, namaz qılarsan, getmirsən qusul eləməyə hamamçıya, baxın Risaliyə də. Xümusu verilməmiş pulla gedib qusul eləsən, sənin qusulun da batildir, namazın da batildir. Baxın Risalələrin hamısında var. Bunu gərək bu cürə deyək. İnsan oruç tutur, namaz qılanda bir baxar ki, Qur'an nə deyir? Qur'andan başa düşmür. Görsün ki, bu Qur'anı bizə xırdalayıb verən hədis məcmuəsi, hökm-i şəriət kitabı Risalə nə deyir? Bunları əməl eləməsək, sabah qiyamətin günündə əleyhissalam demişkən, yazılacaq ki, acılıq eləmişsən, ac qalmışsan, oruç yox. Mən bunu təkrar deyirəm ki, şeytan qəlbimizdən öz fikirlərimizi çıxartıb bizi Allahdan uzaqlaşdırmasın. Qəlbimizdə bu sözlər möhkəm otursun. Allaha and verirəm Peyğəmbərə, Ali Peyğəmbərə, Allaha and verirəm İzzəti Cəlalına, Allaha and verirəm o Qur'an-ı Kərim ki bizlərə göndəribdir Peyğəmbər vasitəsilə ilahi. Peyğəmbər bizdən şikayət eləyən şəxslərdən olmayaq. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə ilahi sana and veririk İzzət və Cəlalı və bizi haqq yola hidayət eləginən və bizim dünyasını dəyişən əzizlərimizi, o cümlədən şəhidlərimizi və dünyada nə qədər ki möminlər dünyasını dəyişib onlara qəniqi rəhmət elə və Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri də dünyada izzətli Qur'anın ayələrinə, Qur'an buyuran kimi əməl eləyən
Peyğəmbər və məsumların bizə tapşırdığı, tövsiyə etdikləri yollara əməl edən möminlərdən qərar versin və Peyğəmbər, ali Peyğəmbər xatirinə əhl-i beyti və beytüvü ziyarət etməmiş bizi dünyadan aparmacınan və aqibətimizi xeyirli qərar verginən, bizi qeybət edənlərdən, bizə böhtan atanlardan, bizə zülm edənlərdən bizləri uzaq eləginən və bizləri də o cürə mənfur və mənfi əməl və fikirlərdən uzaq eləginən, özümüzün, gələcək nəsillərimizin, o cümlədən dünyanın bütün möminlərinin salamatçiliyi və əhl-i beyt yolunda sabit qədəm olması üçün Peyğəmbər, ali Peyğəmbərə 3 salavat hədiyyə eləyək. Allahümme salli